Yusif ilə hədiyyə, şirin şəkər balalar. Bu şiirimi qardaşım Rəhimin nəvələrinə həsr eləmişəm. Şeirin müəllifi şairə Səidə Əşrəf qızıdır. Qardaşımın nəvəsi Yusif ilə hədiyyə, şirindir hər birisi, Tanrı qorusun sizi. Hələ ki 4 yaşı var, bu qızda gör nə naz var. Şirin-şirin danışar, gah yüyürər, gah qaçar. Qardaşı ilə hər zaman daim birgə oynayar. Bir oyuncaq üstündə dava salıb dalaşar. Kin yoxdur qəlblərində, tez küsüb, tez barışır. Hərdən tutub əl-ələ, həyətdə gəzinirlər. Gülləri yığıb ələ, başlarına səpirlər. Onlar dəcəllik edir, anası nazın çəkir. Analar səbirlidir, babasını çox sevir. Şirin şəkər balalar, gah yıxılar, gah qalxar. Qəlbində xoş duyğu var, bu cür böyüyər onlar. Yusif ilə hədiyyə, qurban olum mən sizə. Tanrıdan şirin töhfə bəxş eləyibdir bizə. Qız ətirli çiçəkdir, oğul evi diləkdir. Ömrümüzə bəzəkdir, beləcə böyüyəcəkdir, beləcə böyüyəcəkdir. Sen benim her zaman gözlerimde, balaca şirin balası.